Dəyərli izləyicilərimiz, salam və hər vaxtınız xeyir olsun həmişəki kimi. Bu gün sizlərə Maşdağı Bilgəh yolunun üzərində Kupçalı əsas yoldan da marşrut xəttindən 100 metr məsafədə qapısına qədər də asfalt, belə bir iki sotun içərisində full təmirli evlə tanış edirik. Yerləşmə yerinə görə çox ideal bir ərazidədir, yola yaxındır. Darvazası da böyükdür. Qardaşım, bir də zəhmət darvazasını çək. Rahatlıqla, yəni maşın da həyətinə daxil ola bilir. İki sotun içərisində demişdik. Ev özü də yerdən kürsülüdür. Alt hissəsi padvallandır. Padval hissəsi bu hissədə yerləşir. İndi hal-hazırda içərisində bir balaca material çoxdur. Ev sahibi onun özü, yəni götürüb paracaq özü də. Belə yəni padval olaraq varıdır nəsə. Yerdən kürsü. Evin hər iki tərəfindən arxasına və yan keçməsi mümkündür. İndi deyə bilər ki, dəyərli izləyicilərimiz, bu Hasan niyə axıra qədər gedmir? Bu qonşuluqda olan söhbətdir. Yəni qonşu özü bunu buradan artıq ucu çəkəcək axıra qədər. Yəni məsafə də yetərincə var. Arxasında da, yan hissəsində. Bütün evin ətrafında gəzmək mümkündür. Çıxaq evin əsas içərisini təqdim edir dəyərli müştərilərimizə. Yəni əsas odur ki, evin təmiridir, tikinti söhbətidir burada. Keyfiyyətli materiallardan istifadə olunub. Full təmirli evdir. Bura həm qonaq otağıdır, həm də studiya tipli mətbəxidir. Yeni bir dizayndır da, deyək də, belə deyək. Yeni bir fərqlilik yaradıb burada ev sahibi. Onu qeyd edeyim ki, ev sahibi öz deyinə görə də buranı, məsəl üçün, cam balkon kimi də bölüb, hazır, məsəl üçün, mətbəxi ayırmaq olar. Belə, amma hal-hazırda belə istifadə etmək olar. Yəni, tam hazır evdir, mətbəxidir, qonaq otağıdır. Burada da iki yataq otağıdır. Deməli, bu hissədə yerləşir. Birinci yataq otağı, uşaq otağıdır, belə deyək, kiçik olandır. Bir də qardaşım, zəhmət bunu da çəkilsən, arxasından məsafə olduğunuz demişdik, genişlik, gördüyünüz kimi, rahatlıqla yəni keçmək olur. İstilik sistemi kombidir, xətlər çəkilib. Bura balaca bir yataq otağı idi, keçək digər otağa. Bura isə digər bir böyük olan yataq otağıdır. Ev özü də cüt daşdandır. Hamısı yerli-yerliyində. Burada da məsafəni göstərir. Və sonda sanitar qovşaq və hamam otağı qaldı. Bir də oranı təqdim edeyim. Qiymət barədə məlumat verəcəm inşallah. Burada sanitar qovşaq və hamam otağı asma tavanına qədər varıdır. Gördüyünüz kimi. Və sonda onu da qeyd edək ki, gördüyünüz bu evin sənədi Kupçadır. Çıxarış mülkiyyət. Qiymət isə ideal 85.000 manat deyilir. Real alıcı olsa endirim ev sahibi tərəfindən olacaq. Əlaqə nömrəmiz də səhifənin bio hissəsində mövcuddur. Bu və bunun kimi digər evlərlə, torpaq sahələrlə tanış olmaq istərsəniz səhifəmizə daxil olub baxa bilərsiniz. Bizi izləməyi unutmayın. Sağ olun.